Bugün Dünya Baxışda izləyəcəksiniz. Rusiyanın feminist qadınlarının məhkəməsi Hələb şəhərində döyüşlər davam edir. Mitt Romney Polşaya zəfər edib. Dünyaya Baxışda gündəlik xəbərləri sizə təqdim edirik. Amerikanın səsi, Washington. 3 gənc qadın Moskvada kilsədə Rusiya prezidenti Vladimir Putinin əleyhinə rock mahnısı ifa etdiklərinə görə bugün məhkəmə qarşısına çıxarılıb. Pişik Qiyamı adlı qadınlardan ibarət trio rock qrupu fevral ayında Xilaskar İsa kilsəsinə girərək orada Bakirə Məryəmi Putini hakimiyyətdən devirməyə çağıran mahnı ifa edib. Onların hər üçü mart ayında həbs edilib və o zamandan bəri həbsdə qalaraq məhkəməni gözləyirlər. Onların kilsədə keçirdikləri etiraz aksiyası prezident seçkilərindən bir neçə həftə əvvəl baş vermişdi. O zaman cənab Putin hələ baş nazir vəzifəsində çalışırdı. Qadınlar xoyqanlıq ittihamı ilə məhkum ediliblər və 7 illik həbs cəzası ilə üzləşirlər. İnsan haqları qrupları cəzanın qəbul edilməz olduğunu deyir. Suriya qoşunları və üsyançılar arasında Şimal Hələb şəhərində qarşıdurma davam edir. Hər iki tərəf qələbə çaldıqlarını iddia edir. Hökumət qüvvələri Salahiyyəddin rayonunu darmadağın etdiklərini və üsyançılara amansız itkilərə məruz qoyduqlarını deyib. Lakin üsyançı qüvvələr bu məlumatı rədd edərək döyüşlərin davam etdirildiyini, lakin hökumət qüvvələrinin üsyançıların istehkamı olan Salahiyyəddin rayonuna daxil ola bilmədiklərini deyib. Suriya Xarici İşlər Naziri Valid Əl-Muallim Hələbdə üsyançıların məğlub ediləcəyini vəd edib. O, Suriya hökumətinin ən yaxın müttəfiqi olan İrana səfəri zamanı belə bəyanatla çıxış edib. Valid Əl-Muallim İranın Xarici İşlər Naziri Əli Əkbər Salehi ilə birgə mətbuat konferansında Əsəddən sonra Suriyada sülhməramlı keçidin qeyri-mümkün olacağını deyib və belə ümidləri xülya adlandırıb. Dünyaya Baxış web xəbər bülletenini izləyirsiniz. ABŞ Müdafiə Naziri Leon Panetta Suriya qüvvələrinin Hələb şəhərinə qarşı hücumunu Bəşər Əl-Əsədin sonunun çatdığına işarə olduğunu deyib. Dünən Tunisdə olarkən o deyib ki, əgər bu kimi strateji hücumlar davam etdirilsə, bu Əsəd rejiminə son qoyacaq. ABŞ Müdafiə Naziri Misir, İsrail və Yordaniyanı da əhatə edən 5 günlük səfərdədir. Leon Panetta Tunis xalqının inqilabını alqışlayaraq, Suriya qüvvələrindən fərqli olaraq Tunis ordusunun keçid prosesində əhəmiyyətli rolunu yüksək qiymətləndirib. Böyük Britaniya və İsrailə səfər edən Respublikaçı prezidentliyə namizəd Mitt Romney'nin növbəti dayanacağı Polşadır. Polşaya 2 günlük səfəri zamanı cənab Romney'nin bu ölkənin baş naziri Donald Tusk və sabiq prezident Lech Walesa ilə görüşəcəyi planlaşdırılır. Bazar ertəsi səhər Respublikaçılar Partiyasından namizədin Qüdsdəki pul toplama törənində $1 milyon toplanacağı gözlənilir. Kral David mehmanxanasında çıxış edən cənab Romney 40-a qədər donorun qarşısında Qüdslə sırx telləri haqda danışıb. Çıxışı zamanı Romney İsrail iqtisadiyyatı ilə Yordan çayının qərb sahili və Qəza zolağı arasındakı durumla fərqlərə toxunub. Bazar günü Mitt Romney Qüdsü İsrail paytaxtı hesab etdiyini deməklə Şərqi Qüdsü gələcək dövlətlərinin paytaxtı hesab edən Fələstinliləri qəzəbləndirmişdi. Colorado kinoteatrında insanları atışa tutan James Holmes'a qarşı bugün qətil və qətlə cəhd kimi rəsmi ittihamlar irəli sürülür. Prokurorluğun onun ölüm cəzasına məhkum edilməsini tələb edəcəyi gözlənilir. James Holmes iyul ayının 20-sində gözyaşardıcı qazla dolu kanistri növbədə gözləyən insanların üzərinə atıb və bundan sonra kütləni atəşə tutub. Hücum 12 adamın ölümü və 58-nin yaralanmasına səbəb olub. Holmes Denver Universitetinin tibb fakültəsinin keçmiş tələbəsi olub. Bugün Dünyaya Baxışda isə çatdıracaqlarımız bu qədər. Washingtondan, Amerikanın Səsinin televiziya studiyasından mən Emil Quliyev sizinlə xudahafizləşirəm. Siz Amerikanın Səsinin həmişə olduğu kimi 3w.amerikanınsəsi.org-da izləməyə davam edin. Sabah eyni ünvanda görüşənədək.